Reverse'da bakın advanced bunu salıblar. Transformlar var. Yani ki bütün bu bayaq göstərdiyim əməliyyatlar bu transform əməliyyatlarıdır. Yani ki bunlar burada belə bunun adı bakın transformdur. Free transform yani bu yer değiştirmədir, fırlatmadır, əymədir, böyütmək, kiçiltmədir. Bunlar hamısı transforma ait olan məlumatlardır. Bizim 4 dənə əməliyyatımız var əsas. Burada bunları şərti bir şəkildə 2D transform və 3D transform olaraq bölüblər. Bu prinsipçə bölməyə ehtiyac yoxdur. Çünki yəni bizim browserın ekran müstəvisi yəni ki 2 ölçülü bir müstəvidir. Bunun X koordinatı var, bunun Y koordinatı. Burada Z, met yoxdur. Tamam mı? Z virtualdır. Və onun üçün 3D transformlar burada biraz göz yanıltmac üzərində qurulur. Onun üçün onu belə çox da ciddiyə almayacaq. Əsas 2D transformlardır. Bunlar bizə bəlkə bəzən lazım ola bilər. Gördüyünüz kimi burada bunların adlarını yazıblar. Mən 4 dənə dedim. Burada 84 dənədir. Əslində deyil. Əslində elə 4 dənədir. Baxın, translate var. Translate nə deməkdir? Əlaqəsi yoxdur. Yəni ki, transform mövzusunda translate yer dəyişmədir. Okey mi? Yəni ki, buradan başqa bir yerə sürüşdürmək. Okey, ondan sonra rotate'dir. Bəli, onu düz tutdunuz. Ondan sonra baxın, scale'lar gəlir. X oxu üzrə, Y oxu üzrə və ya nə bilim, ümumi, yəni bir dənə. Böyütmə, kiçiltmə deyə bilərik, ölçəkləndirmə deyə bilərik. Ondan sonra nə bilim, ölçüsünün dəyişməsi falan. Bir də skew var. Skew da əymədir. Deformasiyaya uğratmadır. Translate nədir? Xoş gəlmişsən. Yəni, yay formasında keçməyini dəstəkləyirəm. Amma yarım saat keçməyini qımıyırım. Bir daha olmasın. Yoxsa İbrahim'lə bir yerdə yəni bir-birimizə sizi qatacağım. İkimizi də soxacağım yerin dibinə. Mən bunu çox yaxşı bacarıram. Yəni belə bilsən nətər məharətli bir şəkildə yəni insan kimliyini, nə bilim, mənliyini, ondan sonra nə bilim, ümumiyyətlə mövcudluğunu belə şifahi şəkildə Matriximiz var. Matriximiz var. Spoilerdir da. Yəni. Deməli. Yəni gəldim sənə deyirəm, qızım sən eşit. Birdən nə badə çaşıb gecikərsən. Yəni. Okay? Belə. Deməli, Matrix isə bütün bu əməliyyatların 4 dənə əməliyyatının yəni ki cəmidir. Yəni bir də Matrixdə hamısını da yazmaq mümkündür, amma biz onu heç vaxt istifadə eləməyəcəyik. Niyə? Çünki yəni shorthandlər məntiqli olmalıdır. Misal üçün fontun shorthandini yazdığı zaman başa düşürük ki, bu onun qalınlığıdır, bu onun ölçüsüdür, bu onun fontun adıdır filan fişmikən. Və background'a baxdığınız vaxtda başa düşürük ki, bu onun rəngidir, bu onun şəklidir, bu onun ölçüsüdür, bu onun pozisiyonu. Orada çünki onlar fərqli-fərqlidir hamısı. Biri rəqəmdir, biri font adıdır, biri nə bilim rəng adıdır filan fişmikən. Burada hamısı rəqəmdir. Matrixdə yəni 4 dənə və ya belə və ya 6 dənə və ya 8 dənə rəqəm yazıla bilər yan bayan. Orada hansıdır Allah bilir. Ya bu məntiqsiz bir shorthanddir. Onun üçün məntiqsiz shorthandlərdən biz istifadə eləmirik. Yəni mırta baxın, yəni вот, пожалуйста, Matrix. 1 minus 0.3 0 1 0 50. İndi gəl bax nədir o elə? Hansıdır? Lazımdır mı? Yox. Onun üçün bu cür şeylərdən qəti şəkildə istifadə eləməyəcəyik. Bu 4 dənəsinə isə baxın. Translate. Bunlar hamısı transform propertiesinin value'larıdır bu arada. Yəni translate da, scale da, skew da, rotate. Tamam mı? Amma property transformu. Transformu biz hər hansı bir obyektə tətbiq elədiyimiz vaxt burada çox maraqlı hadisələr baş verir. Onun üçün əsas biz o transform neyir deyil, əsas biz həmin o maraqlı hadisələri zad eləyəcəyik. Ona görə də burada bəzi şeylər mən dəyişdirəcəm. Çünki burada lazımsız şeylər çoxdur, lazımlı şeylər yoxdur. Onun üçün
Onun için böyle bir şey eləyirəm. Tutalım ki, bir dənə P'miz burada olsun. Tutalım ki, bizim P'miz burada olsun. Məsəl üçün də ondan sonra burada olsun, burada olsun. Yəni mənə bu çox daha lazımlı olan bir strukturdur. Aha, gözəl. Okay, yes. Hal-hazırda bizim belə bir dilimiz var. İçərisində yazılır. Neyse. Divin width'ini veriblər, height'ini veriblər falan filan. Bu arada width'ini ve height'ini verməsəydilər nə değişəcəkdi? Heç nə, standart bir div yani. Okay. Onun için buna fikir verilir. Tak, indi bakın burada ne yazırlar? Burada deyir transform, translate. Aydın məsələdir ki, translate neydi? Yer değişmek. Yani ki burada niye 2 tane parametre var? X ve Y oxu üzrə, bəli, yer değişmə. Yani ki birincisi X oxu üzrə, ikincisi Y oxu üzrə yer değişmə. Yani ki bu 50 piksel. Bir tane de şey sizin yadınıza salım. 10 milyon dəfə demişim, milyon birinci dəfə deyirəm. Bizdə dijital aləmdə koordinat başlanğıcı sol üst küncdür. Onun için X oxu o tərəfə baxır, Y oxu isə yuxarıdan aşağı baxır. Tamam, riyaziyyatdakı kimi yuxarı baxmır, aşağı baxır. Tamam, sıfır şey orada başlanğıc. Onun için X oxu üçün 100 piksel müsbət istiqamətdə o yana, Y oxu üzrə 50 piksel aşağı deməkdir. Okay mi? Tak. İndi bunu biz tətbiq elədiyimiz vaxt, yəni mən burada run düyməsini bastığım zaman nə baş verəcək? Variantlar. Bu sarı zəhrimar inəcək. Okay, o sağa sürüşdükdən sonra onun hal-hazırda durduğu yer nə olacaq? Mətin onun içərisinə mi şey eləyəcək? Yəni bundan bu yer değişmə mi baş verəcək? Yəni bu P'lərlə buradakı div yerini mi değiştirəcək aşağı getdiyi zaman? Öyle yukarıdan koşturuyorum. Yani Metnin üstüne çıkabilir. İndi bir kere yaxşı ikinci sual. Yani ki bu aşağı getdiyi zaman bu metnin üstüne mi çıkacak? Metnin altında mı kalacak? Yoksa bunun metniyle buradaki metin necəsə karışık bir şekilde mi olacak? No. Sen ne kadar çok evvelceden beynini yorsan, sonra nəticəni gördüğün zaman o sənin təsəvvür elədiyi təzad yaransa da yadında qalacaq, üst-üstə düşsə yenə yadında qalacaq. Amma yəni birbaşa nəticəsinə baxsan, o zaman onun effekti çox yaxşı olmayacaq. Tamam mı? Okay. Özünüz üçün müəyyən bir şey vermişsiniz, təxmin vermişsiniz. Düzdürmü? İndi nəticəyə baxırıq. 1, 2, 3. Oba. Yani ki burada 2 dənə nəticə biz çıxardırıq. Nəticə nömrə 1. Nəticə nömrə 1. Biz transformdan istifadə elədiyimiz vaxtı, fərqi yoxdur nə transformudur. Rotate, scale, filan da feşməkandır. Qabaq tutduğu yer öz yerində qalır. Yerdə qalan elementlərin heç biri öz yerini, formasını və pozisiyasını değiştirmir. Başın qopacaq. Translate verdiğimiz vaxtı və hər hansı bir başqa transform verdiğimiz vaxtı transform verilen element digər elementlərdən, hətta ondan sonra gələn elementlər olsa belə üstə çıxır və onların üstündə qalır. Okay mi? Bunu yadınızda saxlayın. Bu bir. Tamam. Devam edirik. Tak, burada yenə də çox 2 dənə axmaq bir zatlar var. Axmaq şeyləri biz buradan silirik.
Bu geçsin. Bu hiç bize lazım değil. Ondan sonra bu geçsin. Prensipçe bu da bize lazım değil. Bundan bir dersini yukarıda saklayaq. Bir dersini de aşağıda yazaq. Tak, bunu hələlik saxlayırıq. Nədir? Okey. Bizim belə bir möhtəşəm divimiz var. Üzerinin 150'ye background'u sarı filan fişmeken vesaire var. Bəli. Okey. Böyle işler. Şimdi biz buna transform rotate verdiğimiz vakti burada ne değişecek? Yani burada görürsünüz ki biz bir tane derece olarak fırlanma şeyini veririk. Bir, hansı istikamette fırlanacak? Ay sağ ol. Yani CSS'de bütün her şey saat istikametinde fırlanır. Yani ki o yana, bilinçine fırlanır. Hərçənd riyaziyyatda yenə də tərsinədir. Riyaziyyatda bütün koordinatlar ters istikamətdədir. Yəni 0 oradaydı, 90 oradaydı, 270 buradaydı, 360 buradaydı, değil mi? Bilinçine. Onun için bu saat istikametinde fırlanır. Güzel. Tutalım ki mən burada deyirəm ki, məsəl üçün 45 dərəcə mən bunu fırlatmaq istəyirəm. Tamam. Yenə də baxın, kənar elementlərin heç biri tərpənmədi belə. Bizim divimiz yenə də onların üzərinə çıxıb və hiçbir şey bu qədər. Okay? Bunlar diqqət yetiriləcək şeylərdir. Əks istiqamətində fırlatmaq istəyiriksə, bura 45 yazırıq. Minus yazırıq, tərsinə şeyləyir. Misal üçün tutalım ki, buna 180 desək, o zaman nə olacaq? Baş aşağı duracaq. İndicə vermişik mənfi. Vallahi vermişik. Bak, indicə bak 5 saniyə bundan qabaq minus 45 yazmışdım. Bax, sən necə deyərlər? Zənan xeylaqların tayfasının bir nümayəndəsi olaraq sizdə by default olan və kişilərdə olmayan bir funksiyanı istifadə eləmək məcburiyyətindəsin. Qadınlar eyni anda bir neçə işi görə bilirlər. Həm kinoya baxırlar, həm borç pişirirlər, həm maması ilə telefonla danışırlar, həm uşağa baxırlar, həm nəsə bir şey telefonda yazırlar, Instagramda, həm Temudan nə bilim mənim üçün nəsə sifariş edirlər. Eyni anda, sinkron. Kişilər onu bacarmır. Onun üçün sükan arxasında telefonla danışan kişiləri polis dayandırır və cərmələyir 40 manat. Niyə? Çünki telefonla danışdığın zaman maşını sürə bilmirsən. Əgər xiyar kimi gedən maşın görürsənsə, onun sürücüsü 100% kişidir və 100% telefonla danışır. Biz bacarmırıq. Tamam? Onun üçün zəhmət olmasa, yazdığın zaman bir gözün burada olsun. Yəni bir göz orada, bir göz orada. Yəni belə. Okay? İstifadə elə. Yəni bu feature-dır səndə, bug deyil. Özünü kişilərə oxşatmağa çalışma. Yəni sana Allah tərəfindən yəni şey verilib, əlavə funksionallıq verilib. Onlardan istifadə edin. Tamam? Yes. Okay, rotation belə getdi. Sonra gəlirik scale-a. Scale neydi? Ölçünün dəyişdirilməsi elədir ki, var. Bizim burada 2 dənə rəqəm mövcuddur. Tak, yenə də bundan effektiv görmək üçün ki, bu bizə nə verir? Tıqıdıq, tıqıdıq. Yox, divin içində yox. Niyə belə yazıblar? Belə niyə də niyə? Tak, bu bizim divimiz. Belə, normal vəziyyəti budur bunun. Bura mərcin veriblər nəhəng. Niyə də niyə? Tamam. Okay. Hətta 50 verəcəm. Okay. Belə bir divimiz var. Okay mi? İndi məqsəd misal üçün bu 2 dənə rəqəm niyə? Bu x oxu üzrədir, bu y oxu üzrədir. Yəni ki biz onu həm belə dartıb və sıxa bilərik və ya belə dartıb və sıxa bilərik. Onun üçün 2 rəqəm. Bir dənə rəqəm yazsaq, o zaman
eyni anda hem x hem y oku üzere eyni hareket olacak. Tamam. Bu emsaldır. Büyütme ve kiçiltme emsalı. Misal için 2 yazılıbsa bu ne demektir? 2 defa büyüdürük. 2 defa kiçiltme istəyiriksə nə yazmalıyıq? -2 yazmalıyıq. Düzdür mü? Yox. Değil. Bu emsaldır. Yani ki böyüdəndə 2 defa vururuqsa, kiçildəndə 2 defa bölməliyik. Hər hansı bir bütövü 2'ye böləndə neçə verir? Yarım, yani 0,5 elədir ki var. Beləliklə. İndi 2 defa biz bunu böyütməyi məhz burada width-lə height-ı dəyişdirməklə eləyə bilmərik ki. Eləyə bilərik təbii ki, yani burada 150 əvəzinə yazıram 300. Burada 150 əvəzinə yazıram 300. Buraya 300 değiştiğim zaman bak indi diqqət. Bütün gözlərinizi ora zilləyin, sonra yazacaqsın. Ne baş verir bakın. Pow. Onda hərflərdə bölünür. Əvvəlki divin hansı nöqtəsi sabit qalır? Sol üst küncü, yani buradan itibaren bu böyümeye veya böyümeye başlayır. Tamam mı? Aha. Yaxşı. Deməli, o eyni effektdir. Plus yazı eyni qaldı. Böyüyen sadece bizim kutumuz oldu. Kutu. Ha. Translate-lə bunu böyütdüyümüz vaxtı yenə diqqət. Baxın, görün hansı hissəsi sabit qalacaq. Pow. Mərkəzi ətrafında böyüyür bu. Mərkəzi sabitdir, bu hər tərəfli böyüyür beləncədən. Aydındır? Mərkəzi sabitdir. Tamam, bu bir. İkincisi, məzmun bizim zadı ilə bir yerdə böyüyür. Tamam. Yani şeydə həmişə məhz o müşahidə olunur ki, bizim məzmun bizim shape ilə bir yerdə hərəkət edir. Böyüyürsə böyüyür, kiçilirsə kiçilir, fırlanırsa fırlanır, deformasiya uğrursa məzmun daha deformasiya uğrar. Tamam mı? Bakın, scale 1 orijinal ölçüdür. Scale 0,10 misal üçün 5 nədir? Yani 2 defa balacalaşmış halıdır. Eğer biz misal üçün desək ki, x oku üzrə balacalaşmaq, amma y oku üzrə sabit saxlamaq istəyiriksə, o zaman belə olacaq. Yani y eynidir, şey olarak x oku olarak onu sıxmışıq. Yani misal üçün tutalım ki, 0,8 elədik, beləncə oldu. Okay? Bu da bizim scale'imizdir. Yes. Və nəhayət skew. Deformasiya uğratma, sürüşmə translate'dir. Dəhşətdir bu qız. Tak, x oku üzrə, y oku üzrə ayrı-ayrı eləməyəcəm. Çünki eyni şeyləri biz elə-belə skew ilə eləyə bilərik. Bu x oku üzrədir, bu y oku üzrədir. Yəni ki, lazım olsa bunları eləmək olar. Məsəl üçün, burada nə var? Burada tutalım ki, bunu istəmirəm mən. Məsələn, burası 0 olsun. O zaman bu, bakın, bu x oku üzrədir. Yəni, x oku üzrə olaraq biz onu sürüşdürürük. Nə qədər? 20 dərəcə qədər. Yəni ki, buradaki dərəcə 20 dərəcədir. Tamam, buradaki dərəcə 20 dərəcədir. X oku ilə bunun olan dərəcəsi. Bundan gedirsin. Tamam? Veya tərsinə y oku üzrə, yəni heç sürüşməmək belədir. İndi y oku üzrə deməli beləncə sürüşdürəcəyik. Yenə də baxırıq. O yəni. Tamam. Yes. Hem bundan eləmək istəyirsənsə, bu ən iyi becər variantı. O beləncə olacaq. Yəni, baxın, biraz daha böyük eləyək. Məsələn, 45 dərəcə eləyək. Full. Neyse. Bu ikisi birden olmadı. Bu ancak x oldu. Bu da y oldu. Вообще uçtu. Neyse. Okey. Tamam. Yes. Bu çok nadir hallarda istifade olunur. Onun için bunu unutun. Tak. Şimdi bunlar bizim ne işimize yarayır?
arada bir işimize yarıyor. Mesela üçün. Yadımızdadırsa bizim bir tane şablonumuz var idi iller önce. Mesela bu nedir? Bəs bunun şeyi hanı? Burada ne olmalıdır bir? Burada kızla oğlan olmalıydı. Yadınızdadır. Böyle. Onu 100% mən harası kopyalayanda nəsə aradan qaçdı. Tak. Onun için bunu bərpa eləməyə çalışırıq. Bəli. Gördüğünüz kimi burada bu şekil olmalıydı. Falan filan. Okey mi? Dingara 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 dingara. Tak. Deməli bunu bura move eləyir. Görürsünüz. Bunu kopyalamaq lazımdır. Bir. Başka? Bu var. 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 Hə, şu. Hamısı yerindədir. Bir də footer yoxdur. Bunun footeri yəqin ki olmasa da olar. Tak. Həmin saytı bir daha açırıq. Ondan sonra yada salırıq bunun template'ini. Template'də bizdə header'ın içerisinde biz bu saytı yarattığımız vakti demiştik ki boş verin. Niye? Bunu sonradan şeyleyeceğiz. Böyle bir yarı şeffaf kırmızı zolaq var idi. Yazdadır. Вот. İndi vakti geldi onu düzeltmeye. Bunun için bura gelirik ve bizim header'ımızın içerisinde hani bizim header yok. Bir de bulduk header. Aha. Header'ımızın içerisinde deyir ki navda ve title'dan başka bizim bir tane de divimiz olacak. ID'si olsun mesela için zolaq. Okey mi? Zohal yok, zolaq. İçinde hiç ne yok. Ondan sonra CSS'da ise burada title'dan mesela için sonra buralarda. Deyirəm ki bu zolaq nətər olacaq. Birincisi. Header'da position relative idi. Title'da position absolute idi. Onun için burada da birincisi position absolute yazır. Position yazdığımız vakti yadımızdadırsa, bilmiyorum belki de yazıda değil, position olan element ölçülerini yitirir. Onun için biz buna verməliyik width'ini 100% ve height'ını Allah bilir ne kadar. Allah bilir ne kadar deyəndə ki bunun en hündür hissədə bunun hündürlüğü bu kadardır. Yani mesela için 100 piksel olsun, 103 piksel de neyse 100 piksel olsun. Veya biz bunu şey olarak da götürebiliriz. Yadımızdadırsa biz burada her şeyi VH'den eləyirdik. Misal için bu tutalım atıram 900'dü. 100 VH onun neçə faizini təşkil edir? Yani 100'ü vururuq 100'ə və bölürük 900'ə. Bu da bize verir hardasa 11. Aha. 11. Onun için burada yazıram ki bu olsun 11 VH. Güzel. Background'u da onun mesela için bizim kırmızıdandı ama opacity'si var. Opacity'si ne kadardı? Allah bilir. Onu sadece ölçmeye lazımdı. Başka yolu yoktu. Layer'lar niye buraya geldi? Buradaydı layer'lar. Bir dakikaya. Layer. Çok. Tak. Deməli. Shape var burada. Allah'ım. Buradadır. Bu değil. Deməli. 30%'dir. Baxın. 30%'dir bunun opacity'si. Onun için yazıram bura 0.3. Bir de ki
O lap altdadır, alta yapışmalıdır header'ımızın. Onun için buraya yazıram ki bunun bottom'ı olacaq 0. Hı? Yaz. Bunun neticəsində biz bunun serverini kodlasaq, adlar üst-üste düşmüşdü. Öyle mi? Ha, burada header gıbı yazılıb və səhv yazmışam. Tamam. Вот. Zula'mız buradadır. Tamam. Özü də ki, belə responsivdir. Çünki sıxdığımız vaxtı, yəni kiçiltdiyimiz, böyüdüyümüz vaxtı, yəni ki, öz başınaçılıq eləmir. Yəni ümumi hündürlük nə qədərdirsə, ondan asılı olaraq şey edir. Yəni bu gözəl. Amma bu burada düz olmamalıdır axı. Olmalıdır maili şəkildə. Düzdürmü? Ha. Nə qədər maili? Bu mail nə qədərdir? Aydın məsələdir ki, bunu əymək üçün biz onu edəcəyik. Rotate eləyəcəyik. Transform rotate. Düz neçə dərəcə? Burada əyim neçə dərəcədir sizcə? Neçə dərəcədir? Məsələn. Neçə? 25 derece. 25 dərəcə dedi. Sən nə deyirsən? 26 deyirsən. Fərhan sən neçə deyirsən? Gecikənləri soruşuram. 30 deyir. Möhtəşəm. Nədir? Вот. Tamam mı? Ha, bunları ölçmək üçün bizim burada baxın ruler var, xətkeş. Bu xətkeşi birini bu tərəfə, birini də bu tərəfə qoysaq, o bizə göstərəcək ki, baxın bunun angle nə qədərdir? 2,4 dərəcədir. Okay mi? Yəni ki, bunlar hiçbir şey ölçə bilmirlər, vaxtı ölçə bilmirlər, nə bilim şey tutuzdura bilmirlər. Okay, o üçün problemləri var da adamların. Yəni ki, bu belə deyək də, вот. Beləsinə, bunun üçün görürsünüz ölçmək üçün cihazlar var. Yəni məsəl üçün xətkeşlə məsəl üçün bucağı ölçmək mümkündür və məsafəni ölçmək mümkündür. Saatı ölçmək üçün saat var. Qoldakının adı watch'dur. Ondan sonra divardakının adı clock'dur. Telefon da var. Yəni bax göstərir gör də bu saatdır. Saatı göstərir bu rəqəmlər. Temperaturla kilo deyil. Aha. Okay. Yaxşı. Deməli biz bunu 2,4% qədər nanay. Amma yəni bu qavaqlar belə idi. İndi belə oldu. Yəni bu hansı istiqamətdir? Bu mənfi istiqamətdir, bəli. Onun üçün mən bura deyirəm transform rotate 2,4 mənfi dərəcədir. Bu header deyil, bu şeydir. Zolaq. Burada. Bam. Baxırıq. Ay Allah, nə gözəl. Amma 1, bu aşağı düşdü. 2, bu yuxarı qalxdı. 3, bunun yəni belə əyildiyinə görə, bunun tini çölə çıxdığına görə burada scroll yarandı. Yəni başdan ayağa biabırçılıq. Bu niyə belə oldu? Çünki bu nəyin ətrafında fırlanır? Mərkəz ətrafında fırlanır. Yəni ki, burada. Burada. Biz hər hansı bir şəkli baxın, bunun ortasında belə bir nöqtə olur. Yəni bu hal-hazırda bu nöqtənin ətrafında fırlanır. Tamam mı? Bunun adı gedir origin.
Ama mesele ondadır ki biz Photoshop'ta da bu orijini istediğimiz yere koyabiliriz. Tamam mı? Mesela için buraya koysak o zaman bunun etrafında fırlanacak. Başa düşüyorsunuz? Evet. Ve bu origin noktasını bir CSS'te de değiştirebiliriz. Böyle ki burası onun 00 noktasıydı. Burası 100% 0 noktasıydı. Burası 100% noktasıydı. Burası neçədir? 0 100% noktasıydı. Burası neçədir? 0 50% noktasıydı ve sarı ve axır. İndi bunun buradan kaçmaması için biz neyin etrafında bunu fırlatsaq pis olmaz. İkinci sağ. Sağ üst künc tamamıyla doğrudur. Tamamıyla doğrudur. Onu bəs nə tər değiştirəcəyik? Bu harda var bu orijini değiştirmə söhbəti? Orijini değiştirmə söhbəti üçün bura baxırıq, görürük ki, burada heç nə yoxdur o barədə. Yəni ki, bunlar çox belə iyrəncəsinə bunun harası... Aa, varmış. Baxın nə yazılır? Transform origin yazılır. Transform origin beləncəsinə göstərilirmiş. Tak. Eğer bize sağ üst künc lazımdırsa o zaman biz deyirik ki bizim transform orijinimiz olsun 100% 0. Ondan sonra bunu menfi istikamette fırlat. Bakırıq. Tamam, bakın burası sabit kaldı. Burası düzdü o tarafa gitti. Burası da aşağı indi falan filan. Süper, qəşəng, möhtəşəm. Evet. Sevdim. Yaxşı, bunu nətər yığışdırmaq olar? Bunu yəni ki, səbəb bu dəqiqə nədir bilirsiniz? Yəni ki, bu Bir yerden olsun. beləncəsinə əyildiyinə görə bunun bu küncü çölə çıxıb. Çölə çıxdığına görə, yəni ki, burada belə bir şey yaranır. Yəni ki, bunu böyle görsənmir ama yani ki olur prinsipçe. Sevdim seni çok sevdim. Ya bakın şöyle çıkıyor görüyorsunuz. Sevdim seni çok sevdim. Aha bakın görüyorsunuz. Ah hissə ve o künc o tarafa çıxır beləçinə. Ha. Burada da eyni şeydə qaydada balaca bir mırıq əmələ gəlib. No, mırıq cəhənnəmə bunu iki cür düzəltmək olar. Ya biz onu biraz zadilməliyik. Eyni bucağa. Nə ilə şey eləyə bilərik biz onu? Skew ilə əyə bilərik. Skew. Hansı istiqamətdə? O hansı oxu? X oxudur, bəli. Bunu eyni istiqamətdə eyə bilərik. Məsəl üçün tutalım ki, beləncəsinə desək, nə baş verdi? Baxın düzəldi. Çölə də çıxmır. Burada da çölə çıxmır. Düzəldi. Tamam. Və ikincisi, yəni bu aşağı zad eləyən, neydi ona da, sallanan hissəni yığışdırmaqdan ötürü header'dan çölə çıxan şeylərin gizlədə bilərik. Neylə? Ay sağ ol. Overflow hidden desək, sökət. Bu qədər. Beləliklə biz hal-hazırda olduqca responsif, yəni həmişəki kimi ideal və hətta möhtəşəm bir şey burada düzəltmişik. Yəni ki, yəni любой ölçüdə bu elə sabit bir bucaq altında hündürlüyü zadı filan feşməkən necə lazımdır, bunun üzərinə çıxmır. Belə qəşəng, qısaca ideal bir şəkildə görsənir. Bunu düzəltmişik. Tamam? Bu, belə işlər. Yaxşı, beləliklə transformlar bir işə yarayır və bir neçə transformu baxın biz eyni propertinin içərisində yaza bilərik. Ardıcıl şəkildə arasına vergül qoymadan. Tamam? Evet. Oyda. Tamam. Bunu mən sizə axırıncı variantı ilə göndərim ki, məsəl üçün falan.
Elinizde olsun. Əminəm ki, siz bunu bitirmişsiniz. Bu sizdə evdə tam hazır vəziyyətdə durur. İndi bu, yəni zolağı doğru əlavə edərsiniz. Olar sizin möhtəşəm saytınız. Tak, bu bir. İndi gəldik 3D transform məsələsinə. 3D transform nə deməkdir? 3D transform budur ki, burada sanki üçüncü bir ölçümüz mövcuddur. Yəni X oxumuz belədir. Y oxumuz belədirsə, o zaman Z oxumuz necə olmalıdır? Bize taraftan. Beləncəsinə baxmalıdır. Sizin düz gözünüzə girməlidir. Oradan sizə tərəf gedən bunların hər ikisinə də perpendikular olan bir ox olmalıdır. Tamam? Əslində həmin o Z oxu bizim obyektlərimizin CSS-də bizə yaxınlığımızı və ya uzaqlığımızı yerləşdirir. Və bununla əlaqədar bizim keçmədiyimiz, amma mövcud olan burada bir dənə parametr var. Bunun adı Z indeksdir. Yəni bunun üçün bu Z, buradakı Z-dir. Okay mi? Bəlkə də hardasa şey eləmişsiniz. Və bunun Z-i nə qədər çoxdursa, o qədər sizə yaxın deməkdir. Nə deməkdir sizə yaxın? Yəni digər obyektlər onun dalında qalır. Okay mi? Yəni ki, hər hansı bir elementi qabağa çıxartmaq istəyiriksə, bunun Z indeksini artırmaq lazım. Məsəl üçün, bununla əlaqədar burada həmişəki kimi çox giydirmə, amma nəysə indi mövcud olanımız budur. Belə bir, yox, deyil, sevindim, deyil, düzəltməyiblər. Okay, neysə. Məsəl üçün burada baxın, bir dənə H1'imiz var, this is a heading. Ondan sonra image'imiz var, ondan sonra P'miz var. Dalbadal yazdığımıza göre bunlar dalbadal bu formada gelir. Tamam mı? Ondan sonra bunlar ne yapıyorlar? Ondan sonra biz image elementine, yani ki buradaki ağaca veripler position absolute. Biz ne demiştik? Demiştik ki elə belə heç bir elemente heç vaxtı position absolute vermerik. Bunlar xiyardır. Okey, neyse. Bu formada verildiği zaman ne baş verir? Body değil, yani ki browser penceresine göre bunun left ve top koordinatları 0,0 olduğuna göre bu onu yapıştırır bizim browserımızın 0,0 zadına. Ve burada da position absolute, aslında bu absolute, yani ben size demiştim ki niye vermirik? Çünkü eğer onu relativesiz verdiğiniz vaxt o özünü fix kimi aparmağa başlayır. Düzdür mü? Fix neyinir? Fix her zaman onu qabağa çıxardır. Tamam. Burada da eyni şey baş verir. Yani ki bu 0,0'da durur. Yani ki yerde qalan elementler bu olmadığı zaman bu çölə çıxıb da qabağa çıxıb. Bunlar yan bayan durur. Bu da onların üzerinde görsənir. Burada da yazıblar ki Z indeks olsun -1, yani dala getsin. Onun için buna Z indeks -1 verildiğine göre bunların da default position 0 olduğuna göre bu onların arkasında görsənir. Aydındır. Z indeksin mantığı budur. Neyse, böyle şeyleri ya da salmayaq, zato bildiniz ki Z ne demektir. İndi ise qaydırıq bizim 3D transformlarımıza. Hani yok. Böyle. Hani. Buradadır. Evet. Deməli, məsəl üçün 2D rotate buydu. Niyə 2D? Çünki bu müstəvidə X, Y müstəvisində dönür. Bu 3D rotate dediğimiz vaxt bu güya beləncəsinə dönməyə başlayır. Yəni ki, belə də bu bizə daha yaxındır, bu bizə daha uzaqdır. Yəni Z müstəvisidir. Yəni güya. Əslində baş verən bilirsiniz nədir? İndi sizə göstərim. Əslində baş verən budur. Bunun enini azaldır sıfıra kadar. Ondan sonra bu tarafa böyle artırır 100'e kimi. Ondan sonra tezden azaldır, sonra tezden artırır. Tezden azaldır, tezden artırır. Bize ise ele gelir ki bu fırlanır. Zırt fırlanır. Sadece ve sadece, yani ki burada scale söhbəti gedir. X oxu üzrə
Veya aynı şeyi Y oku üzere eləsəniz, o zaman bizə elə gələcək ki, bu Y oku üzere fırlanır. Hə. Aydındır mı? Hə. Bu neyse, cəhənnəmə bu necə deyirlər, vabalı bunun boynuna. Yəni fake'dir ama olsun. Yəni əgər belə bir effekt sizə lazımdırsa, o zaman rotate X və rotate Y şeylərdən istifadə edə bilərsiniz. Tamam mı? Hiçbir farkı yoktur. Eyni qaydada bu özünü göstərir. Yəni ki, belə olan şəkil 90 dərəcə fırlatsanız belə olacaq, 180 dərəcə fırlatsanız baş aşağı olacaq. Tak, yaxşı. Yaxşı, bu bir. İki, şu. Yani ki bizim bir tane de 3D transformumuz var. Sadece bu nadir olduğuna göre buna çok yol vermeyipler, yer vermeyipler. Bu da perspektifdir. Perspektif nedir? Perspektif uzağa gedəndə, yəni ki, uzaqda olan obyektlərin daha kiçik görünməsi. Yəni Lobachevskinin həndəsəsinə uyğun işləyən bir qanundur. Okay mi? Yəni misal üçün burada perspektif tətbiq olunur. Yəni görürsünüz ki, bu onu bizim dört bucaqlığımızı formasını değiştirir trapeze kadar. Tamam mı? Sadece ve sadece trapez olur. Ve bunun içerisindeki məzmun da ona uygun olarak bu şekilde eğilir. Aydındır mı? Bu bize harda lazım olabilir? Hiç orada. Ya eğer mənizə üçün hansısa xəstə manyak bizim bir de tutalım ki Star Wars zadı olsa, fanatı olsa, pərəstişkarı və desə ki, mən məsəl üçün bu formada bir effekt saytımda istəyirəm, o zaman hə, yəni ki, bunu onunla eləyəcəyik. Yəni yoxsa başqa halda bizim buna ehtiyacımız yoxdur qəti şəkildə. Lucasfilm Limited Production. Ondan sonra gəlir. Yani beləncə bir effekt lazımdırsa, yəni ki, bu perspektif divə verəcəksiniz. Perspektif, ondan sonra JavaScript-la mətni artıracaqsınız və ya nə bilim sürüşdürəcəksiniz falan. Tamam mı? Çok. Başqa bu heç bir şey yaramır. Onun üçün perspektif də belə gelir. Çok. Və salam, şu tamam. Bizim 2D transformlarımız da, 3D transformlarımız da bu formada tutardı. Yes. Ve indi bizim bir tane de balaca bir şeyimiz kalır, mövzumuz kalır. Onu da zad eləyək. Transition. Transition deməkdir? Transition keçid. Bəli, yəni bir formadan başka bir formaya. Bizdə məsəl üçün bir elementin ne vaxt iki dənə CSS olabilir? Ne olanda? Hover olanda, bəli, tamamıyla doğrudur. Tamamıyla doğrudur. Məsəl üçün tutalım ki, gəlin burada bir də mən qovluq yaradım. Ne? Burada bir dənə qovluq yaradım, graf. Bunun içerisinde bir dənə tutalım ki, file yaradım, test. Ve bunun içerisinde bir damcı. Bu arada notebook açsanız, yazmaya başlasanız bir şey olmaz. Evet. Tutalım ki bizim bir tane mesela üçün atıram buttonımız olsun. Üstünde yazılsın mesela ne? Button. Ve tutalım ki biz buna misal üçün style vermiş olaq. Deyək ki bizim button var. Ona mesela romantik mesela şeyler verebiliriz.
Məsəl üçün, məsəl üçün belə bir şey yaratdıq. Bu arada burada Paddington sözünü yaxşı aparmış. Okay. Belə bir batınımız var. Değil mi? Şimdi mən istəyirəm ki, batına biz hover elədiyimiz vaxtı bu nə bilim, neynəsin? Our orders that are required. Deməli, hal-hazırda yəni material dizaynın qaydalarına görə bizim kölgəmiz obyektdən nə qədər uzaqdırsa, daha doğrusu kölgə nə qədər böyükdürsə, obyekt şeydən bir o qədər uzaqdır. Məsəl üçün, tutalım ki, burası belə olsa, bizim batın şeydən daha uzaq görsənir. Biz ona bastığımız vaxtı basmaq, yəni onu şeyə yaxınlaşdırmaqdır. Onun üçün bunun zatlarını kiçiltmək lazımdır. Mesela bunu mesela 1 piksel eləyəcəm, bunu mesela üçün 0 eləyəcəm, bunu da mesela 3 piksel eləyəcəm. Böyləliklə üstünə gəldiyimiz vaxtı, yəni ki, batın sanki basılmış effekti beləncə buna vermiş oluruq. Okay. Amma bunu hover'a yox, bunu mən şeyə vermək istəyirəm. Bunu mən active-ə vermək istəyirəm. Tamam mı? Hover'da isə başqa bir şey olsun. Hover'da üstünə gəldiyimiz vaxtı background dəyişsin. Background'u da çox radikal dəyişdirmək istəmirəm. Sadəcə bir damcı belə açıq olsa kifayətdir. Bir damcı dedim, amma bir damcı olmadı. Okay. Beləncə, ola bilsin ki, border'ı bir damcı qalın eləyə bilərik. Ya da ki, border'ın radiusunu böyütmüş ola bilərik. Məsəl üçün, beləncə nə olsun? Kimi? Beləncə, yəni ki, bu yumrulandı, beləncə bir effekt verdik buna. Okey mi? Geçin. Amma çox belə şey olur, birdən olur da, rescue olur elə belə. Yəni ki, birdən, tamam. Plus mən bir dənə də şey istəyirəm, mən istəyirəm ki, bu daha böyük olsun, biraz böyüsün. Onun üçün bilmirəm, yəni buna padding mi daha çox vermək lazımdır, yoxsa nə etmək lazımdır? Məsəl üçün, deyirəm ki, məsəl üçün burası 20 olsun, burası məsəl üçün 80 olsun. Beləncə. Okay? Baxın, burada iki dənə zada mən sizin diqqətinizi cəlb eləmək istəyirəm. Birincisi, biz böyüməni ya paddinglə, ya width height-la, ya nə bilim fontun böyüməsi ilə, misal üçün fontu da böyüdə bilərdik, yaza bilərdik ki, bunun font size misal üçün olsun məsələn 2. 1.6 deyil, 2. Tamam? Yəni o zaman yəni fontu da böyüyür, özü də böyüyür filan feşməkən, düzdürmü? Amma bu yaxşı deyil, niyə? Çünki məsəl üçün də bunun altında tutalım ki, bizim salam.
mətnimiz olsa, okey, mətnimiz olsa, biz bunun üstünə gəldiyimiz vaxtı baxın nə baş verir? Mətin aşağı düşür, filan feçməkan. Bu heç yaxşı bir şey deyil. Onun üçün məqam nömrə 1. Məqam nömrə 1. Əgər nəyisə biz transform olmasını istəyiriksə, o zaman bunu bununla yox, transformla yazaq. Tamam? Yəni ki, burada radius'un background problem deyil, amma bunu transform scale ilə yazacağıq. Bəli, elədir ki, var. Deyə bilərsiniz ki, bir tam onda, məsəl üçün, bir dəfə mən bunun böyüməsini istəyirəm. O zaman baxın nə baş verir? Böyüyür böyüməsini. Hətta bir tam onda 5 dəfə böyüməsinə böyüyür. Amma böyüdüyü zaman yerdə qalan şeyləri narahat eləmir. Yəni ki, bizim mətnimiz şey eləmir. Ondan narahat olmur. Tamam? Okey. Onun üçün, misal üçün belə bir şey eləmək olar. Burada ikinci bir məqam nədir? İkinci məqam odur ki, bu çox belə dediyim kimidir, çox riskli, çox birdən böyüdür. Bunun bu formada olmaması üçün bizim köməyimizə gəlir transition. Transition, baxın, bu vəziyyətdən başqa bir vəziyyətə bunun birdən belə zart deyə yox, zaman içərisində keçməsini və bütün keçidlərini göstərməsini təmin edir. Tamam? Onun üçün bizə elə gəlir ki, bu daha hamar bir şəkildə bir-birinə şeyləyir, dönüşür. Okay? Bunun adı transition'dır. Onun işləməsi üçün bunun indi propertiləri var, müxtəlif. Onlara baxacağıq. Birincisi əsas transition duration. Yəni ki, biz keçidin hansı müddət ərzində olmasını istəyirik. Yəni buradan buna birdən zırt keçməsi sıfırdır, yəni kesinlikle. Keçidin onu məhz nə hover, nə də aktivə yazmırıq. Bunun elementin özünə yazırıq. Transition duration. Okay? Buraya yazırıq ki, misal üçün 1 saniyə ərzində olmasını istəyirik. Baxırıq. Baxın nə qəşəng, nə qəşəng. Rəngi verdən bu yazılır. Nə? Rəngi verdən bu yazılır. Nə verəndə? Rəngi? Dəqiqə. Dəqiqə. Bu dəqiqə deyil, bu saniyədir. Rəngi verdən bu yazılır. Bir dəqiqə verirsin. Hansı dəqiqə? 1 saat verginə. Başa düşmədim mən səni. O resmen bir saniyede ifade edilir. Saniyədir, second. Yani de remove yazsak yani. Dəqiqə. Yox, xeyr, bunu saniyə cinsindən verirsən. Yəni sənə dəqiqə lazımdırsa, o bura 60 saniyə yazırsan. Saat lazımdırsa 360 saniyə yazırsan. Adam bunun üstünə gəldiyi zaman 1 saat gözləyəcək ki, onun rəngi, forması və digər şeyləri dəyişsin. Dəhşətdir. Yəni 1 saniyə belə çoxdur. Yəni məsəl üçün bu 3 saniyə verdiyin zaman 3 saniyə belə dəhşətlicəsinə çoxdur. Bir dənə də ağıllı çıxıb da. 1000 saniyə neçə saatdır, ay ağıllı. Bunun vaxtla vəbşi şey yoxdur. Yəni təsəvvür eləmir yəni vaxt necə işləyir. 1000 saniyə neçə saatdır? Ha? İndicə hesablanmış. 60 saniyə 1 dəqiqədir. 360 saniyə 1 saatdır. 1000 saniyə 3 saata yaxın vaxtdır. Yəni sən bunun üzərinə gələcəksən və 3 saat gözləməlisən ki, bu böyüsün və şeyləri yumrulasın. 3 saat. Onun üçün bunu cəmaət gözləməməlidir. Yəni bunu vəbşi ümumiyyətlə 0,3 saniyə mənlik olsa mən verərəm ki, yəni çox generik bir şəkildə, sürətli bir şəkildə belə bundan buna çevrilsin. Aydındırmı? Amma ara keçimləri burada görürük. Onun üçün belə çox qəşəng bir şəkildə bizə effekt verir. Bu olmayanda effekt olur belə.
Zart, şo, dınk, şo, dınk, şo. Ama bununla bu qəşəng gözəl bu formada eləyir. Okey mi? 0,3 artıqlaması ilə kifayətdir. Ne istiyorsun? Bizim mesela kiliseleriyle ben sessiz şeyimiz kullanıyoruz. Biraz farklı farklı. Ona diyelim. Hansı farklı? Ha, eğitim yapsınız kimse. Geçtik. Ha, o biraz farklı. Ne farklı? Ne o sessiz. Ha. Nasıl olan? Farklı. Okey, bizde de farklı renklerde de. Rengin değiştiğini burada hissedemiyorsan. Eğitmenlerin çeşitli bir liseden çıktı. Bu problem yoktu. Bu bura yazgıyla sarı. Bura yazgıyla вообще ümumiyyətlə nə bilim qırmızı. Ala. Hiss eləyirsən indiki farklı renklerde. Dəhşət deyə. Ucuz. Hə. Yəni belə qəşəng, gözəl, yumşaq. Yəni istəyirsən məni? Hə, həyati bir şey. O məsəl üçün də ya oğlanların adətən Azərbaycanda elə bir takıntısı yoxdur. Amma qızların var. Yəni məsəl üçün müəyyən yaşdan sonra, müəyyən yaş aralığında olan demək olar ki, bütün qızlar hal-hazırda burnun formasını değiştirir. Okey mi? Olduqca oğlanlarda o qədər çox deyil. Ondan sonra olduqca yüksək faiz qızlardan şamaxı işləyirsən, dodaqlarını əməliyyat elətdirir. Okay? Ondan sonra olduqca çox yüksək bir faiz dırnaqlarını yapıştırır. Deyin ki, elə deyil. Və ya oğlanlar bunu edirlər. Değil mi? Ha. Okey mi? Və vapşe ümumiyyətlə super yüksək bir faiz saçlarının rengini değiştirir. Var öyle bir şey. Yalancının. Sen o yaşa sadece gelip çıkmamışsın. Dedeme desen deden diyor ki külbaşı var. Ama yolda çıkma desem. Diyeceğim bütün palıklarımı eləyib yalan kəsəliyib. Ben de istəyirəm da gözəl olacağım. O da diyecek ki ala pulu get sen canım neyiniysen elə. Ha, property'dir. Transition property biz burada deyəndə ki məsəl üçün də bu 0,3 saniye ərzində nəyi dəyişdirir? Border radiusunu, background'unu və scale'ini. Tamam mı? Ama məsəl üçün biz bunun değişikliğini sadece məsələn transforma tətbiq eləmək istəmiş ola bilərik. Məsələn border radiusu yox. Veya məsəl üçün deyirik ki border radius değişsin 3 saniyede. Bu ise değişsin 1 saniyede. Bu da olar. O zaman bu şekilde yani burada уже shorthand şeklinde yazıblar. Burada yazıblar ki viti 2 saniye ərzində değişsin. Yani ki bu ne demektir? Bir de burada mesela tutalım ki değiştirirler bir neçə parametri. Burada width değişir, height değişir, bir de background color değişir. Bakın burada yazıblar ki width değişsin 2 saniyede, height değişsin 4 saniyede, background color ise 3 saniyede. Onun için width tez artır, hündürlük hələ də artmağa devam eləyir. Yani ki background color ise nə bilim arada bir filan. Yani ki belə bir nataraz bir değişiklik istəyirsinizsə o zaman bunları ayrı yazabilirsiniz. İmkandır. Tamam? Gelsin. Başka neyimiz var? Başka bizim burada var. Tamamıyla lazımsız bir şey. Transition, delay. Delay nedir? Gecikmedir. Bəli. Gecikme beləçinədir ki... Yani 2 saniye sonra başlıyor. Bəli. Mesela üçün onun üstüne gelirsen 1 saniye, 2 saniye hiç ne baş vermir, sonra başlayır hareket etmeye. Yani ne deyirlər belə adama? Tormuz deyirlər. Tamamıyla doğrudur. Yani ki buradan şey çektik, 1 saniye işte yoktu, 2 saniye işte oldu. Ondan sonra ona gelir deyir ki değiştirmeye lazımdır. Tamam mı? Yani onun için burada bu yersizdir.
Bunu transition'da istifadə eləmənin çox deyilən mənası yoxdur. Buna görə istifadə eləmirik. Onun əvəzinə deyil. Qalıb bir dənə də transition timing function. Bu bilirsiniz nədir? Bu sürətin dəyişmə sürəti. Yəni təcil. Sürətin dəyişməsi. Əgər sürət dəyişmirsə, eyni sürətlə belə hərəkət eləyirsə, yəni ki, onun zadı birdir. Tamam mı? Bu xətti zaddır. Amma məsəl üçün o məsəl svetoforda dayanmışdı, ondan sonra belə eləyir, başlayır sürətlənməyə, ondan sonra da növbəti svetofordan da tormozu basır, yavaş. O zaman bu daha fiziki olaraq şeydir, neydi onun adı? Fiziki olaraq bizə daha yaxın bir şeydir. Onun üçün bizdə timing function'ın bu nə ya? 4 dənə şey var. 4 dənə də deyil. Bu nədir? Yerdə qalanlar hardadır? Bu nə biçim şeydir? Bu sizin sifətinizə. Burada varmış. Linear xəttidir. Eyni sürətlə hərəkət eləməsi. Is var. Bu defaultdur. Bizim hal-hazırda gördüyümüz bu is'dir. Baxın, yavaş-yavaş sürətlənir, ondan sonra yavaş-yavaş, burada biraz sürətli olduğuna görə yavaş-yavaş yoxdur. Bu baxın nə deyir? Slow start, başda yavaşdır. Ondan sonra then fast, sonra sürətlənir. Then end slowly. Yavaşladığı zaman da yavaşlayır. Tamam mı? Default budur. Bunu çox vaxtı saxlayırıq. Əgər bizə xətti sürət lazım deyilsə, çox vaxtı bu çox gözəl bir nəticə verir. Tamam? Bir də bunun variantları var. Is in, yəni ancaq və ancaq yavaş start. Is out, ancaq və ancaq yavaş end. Is in out, yavaş start və yavaş end. Tamam? Şu. Və salam, şüt tamam. Yerdə qalanlar sizlik deyil, onları boş verin. Belə işlər. Bu bizim transition'ımızdır. Tamam mı? Transition'dan istifadə eləyin, çox gözəl, çox faydalı bir şeydir. Əgər hover varsa, bəli, transition bombadır. Bu arada active də var idi. Bunun üstünə gələndə belənçinədir, basanda isə belənçinədir. Hiss olunur ki, basanda buton elə bir yatır. Yes. Okay. İndi gəlin bir dənə də şey eləyir. Vaxt az da, amma gəlin eləyir. Eləyə bilirsiniz. Bunun altında, misal üçün, bir dənə bizim ulemiz olsun. Bunun içərisində, misal üçün, bizim lilərimiz olsun. Bunun içərisində, məsəl üçün, bugünkü bizim, deməli, şeylər kimlərdir? 1. İbrahimdir, bəli. Yes, əlbəttə, təbii ki. Ondan sonra, bugün sizin gününüzdür. Ondan sonra, bəli, yoxdur elə bir şey. Ondan sonra Məsuddur. Nə istəyirsən? Yox. Ondan sonra Pərvanədir. Nə bəsən? Harada? Burada? Harada? Okay. Deməli, və buna da bir dənə CSS verim. Nədir bu? Bu uledir. Birincisi istəyirəm ki, ulenin list style'ı olsun non. Ondan sonra padding'i hər tərəfdən olsun 30 piksel. Ondan sonra bir dənə border olsun. Məsələn, tutalım ki, qırmızı. 1 piksel, solid qırmızı. Sonra istəyirəm ki, məsəl üçün, border radiusu olsun, məsəl üçün 10 piksel. Ondan sonra istəyirəm ki, məsəl üçün, background color olsun, məsələn, tutalım ki, bilmirəm, nə olsun, ağ olsun, white. Ondan sonra nə istəyirəm? Prinsipcə, tamam. Yox, bir dənə də fontu yazıram. Fontu da olsun
A məsəl üçün 1,2 piksel. Nə? Əlbəttə. Beləncə. Baxırıq. Oyda, bu nədir? Yazıların. Okey. Tak. Bu belə uzun mən onun olmasını istəmirəm. Onun üçün burada deyirəm ki, displeyi də olsun məsəl üçün bilmirəm. Table. Yəni ki, məzmunu qədər yanına heç kim buraxmasın. Beləncə kifayətlər tutulması ilə. Evet. Və bu qədər. Əslində istədiyim bilsiz nədir? Bilmirsiniz. İstədiyim odur ki, başlanğıçda bunun zadı olsundan button üstünə gəldiyim zaman o haqq hesab burada açılsın. Bəli. Eləyə bilərsiniz. Eləyin. Tamam. Nətər məsləhət? Bəli. Biz ona bənzər bir şey eləmişdik. Məsəl üçün tutalım ki, adını nə qoyaq? Bilmirəm. Show. Tutalım ki. Okay? Beləncə, hər iki elementi birinin üzərinə gələndə o birinin açılıb alınmasını istəyiriksə, biz onları ümumi elementin içərisində yerləşdiririk. Bu bir. İki. Gəlin buna, əslində heç nə vermək lazım deyil, amma gəlin buna bəzi CSS-ləri verək ki, biz onu görək. Məsəl üçün ona border verirəm. Olduqca qalın bir border. Tamam. Okay? Və nə yazırıq? Belə bir şey yazırıq ki, şovun üzərinə gələndə, yəni şovun içərisində hal-hazırda ule var. Düzdürmü? Mən deyirəm ki, şovun üzərinə gələndə içindəki ulenin displeyi olsun atıram table. Məsəl üçün. Bunun üstünə gələndə, belə bir şey baş verir. Tamam mı? İndi aydın məsələdir ki, bu aşağıdakı mətnin belə oplanması yaxşı bir şey deyil. Pis olmazdı ki, üzərində açılsın. O zaman buna verərdik position relative, buna verərdik position absolute. Düzdürmü? O zaman bunun üstünə gələndə baxın üzərində açılır. Gözəl, değil mi? Tak, okey. Və bir dənə də məqam, bunu prinsipcə eləməyə də bilərik. Bunun belə böyük olmaması üçün özünə də displeyini, məsəl üçün, table veririk. O zaman bunun ölçüsü olur button qədər. Okey mi? Button qədər olduğuna görə prinsipcə bu əslində əgər buna border verməsək, o zaman bu görsənməyəcək. Bizə elə gəlir ki, buttonun üstünə gəldiyimiz vaxtda bizim bu haqq hesab açılır. Tamam? Belə işlər. Amma yəni bunun açılması display ilə olduğuna görə animasiyasızdır. Animasiya burada, transition burada işləməyəcək. Niyə işləməyəcək? Çünki transition işləyir əgər rəqəmsalla, ancaq rəqəmlərlə ifadə ola bilən qiymətlərdə. Məsəl üçün, width 100-dən 200-ə qədər artırsa 2 saniyə ərzində, o deməkdir ki, o fərqi 2 saniyələrə böyür və bunun yavaş-yavaş artırır. Rəng, məsələn, qırmızıdan narıncıya dəyişirsə, rəng də elə belə red və ya orange deyil. Onun mütləq şəkildə rəqəmsal qarşılığı var, RGB olaraq. Yəni, həmin fərqləri yenə də rəqəmsal olaraq dəyişdirə bilər. Amma table-ı nona dəyişdirmək və ya nonun table-ı dəyişdirmək, yəni bunun rəqəmsal heç bir göstəricisi yoxdur. Onun üçün bunu transition-la eləyə bilməz. Onun üçün başqa şey fikirləşə bilərsiniz. Gizlətmək üçün, məsələn də atıram,
displeyini non eləməkdənsə, məsəl üçün hündürlüyünü sıfır eləyə bilərsiniz və ondan sonra artıra bilərsiniz. Məsəl üçün də deyirəm. Bu artıq up to you. Okay? Yəni, bunu fikirləşə bilərsiniz, maraqlıdırsa, belə. Vot, belə işlər. Bugünkü mövzumuz transitionlar və translate'lərdir. Gələn dərsdə isə son CSS mövzumuz şeydir, animasiyadır. Animasiyadır. Gələn dərsdə animasiyalar haqqında söhbət eləyəcəyik və bununla da bizim CSS fəslimiz sona çatır. Növbəti aydan artıq JavaScript-də başlayırıq. Okay? Bugünkü dərsimiz sona çatdı. Sağ olun, gələn görüşlərə dək salamat qalın.